Təsəvvür elə ki, iş yerində müdirin sənə belə dediyini eşidirsən. Bu işi niyə hələ də bitirməmisən? Və indi təsəvvür elə ki, rəhbərin sənə eyni mövzuda belə deyir. Nə çətinliyin var? Birlikdə baxaq, kömək edə bilərəmmi? Eyni mövzu, eyni hədəf, amma tam fərqli his. Çünki biri müdirlik edir, digəri isə liderlik. Salam əziz dostlar. Bu gün bəlkə də iş həyatınızda hər gün qarşılaşdığınız, amma adını tam qoya bilmədiyiniz bir fərqdən danışacağıq. Müdirliklə liderliyin fərqi. Yox, bu sadəcə termin oyunu deyil. Bu həyatınızı, iş yerindəki ruh halınızı, motivasiyanızı və hətta səhər oyanmaq istəyinizi müəyyən edən bir fərqdir. Hazırsınızsa gəlin əmr verənlə ilham verən arasında fərqi ayırd etməyə başlayaq. Müdirlik nədir? Gəlin əvvəlcə müdirlikdən başlayaq. Müdir vəzifə ilə gələn bir tituldur. Adətən kabineti var, qapısında müdir yazılıb, yanında köməkçisi oturur və çox zaman mən dedimsə olacaq havasında gəzir. Müdir sənə tapşırıq verir. Müdir sənin nə qədər iş gördüyünə, saat neçədə gəlib getdiyinə fokuslanır. Müdir üçün nəticə vacibdir, amma proses o qədər də yox. Bir müdir üçün işçi sadəcə bir resursdur. Düzdür, bəzən hörmətlə yanaşar, bəzən də xoş söz deyər, amma sonda əsas məsələ onun nəzərində sadədir. İş görülsün. Necə görüldü, kimin hesabına görüldü, kim stres keçirdi? Bu suallar nadir hallarda gündəmə gəlir. İndi isə liderə baxaq. Liderin otağında qapı yoxdur. Ya da varsa da o qapı həmişə açıqdır. Lider sənə təkcə tapşırıq vermir. Onunla yanaşı məqsəd də verir. Lider deyir, gəlin bu məqsədə birlikdə çatmağa çalışaq. O sənə inanır, sənin potensialını görür. Hətta bəzən sənin özünün görmədiyi potensialına. Müdir deyir, bu işi niyə düz etməmsən? Lider deyir, gəlin harada nəyi fərqli edə bilərdik, birlikdə baxaq. Fərqi hiss etdiniz? Liderlik bir titula bağlı deyil. Ən maraqlı cəhət budur ki, lider olmaq üçün mütləq müdir olmaq lazım deyil. Əslində bir çox müdir lider deyil. Eyni zamanda bir çox sıravi əməkdaş da lider ola bilər. Bu titulla gəlmir. Bu düşüncə tərzi, yanaşma, münasibət də formalaşır. Müdir tapşırır, lider ilham verir. Müdir sorğu-sual edir, lider maraqlanır. Müdir uğursuzluqda günahkar axtarır, lider isə öyrənmə fürsəti axtarır. Müdir deyir, səni bu iş üçün seçmişəm. Lider deyir, sən buna qadirsən və mən sənə inanıram. Bir dəfə bir şirkətdə belə bir hadisə baş vermişdi. Yeni başlayan bir əməkdaş səhvən müştəriyə yanlış sənəd göndərir. Müdir çağırır və üstünə qışqırır ki, hara baxırdın, nə fikirləşirdin? Lider isə eyni vəziyyətdə belə reaksiya verir. Səhvdir, bəli, amma bu səhv bizə nə öyrətdi? Necə sistem quraq ki, təkrar olmasın? Sənə dəstək olmaq üçün nə edə bilərik? Müdirlikdə qorxu motivasiyası işləyir. Əgər bunu etməsən, nəticəsi yaxşı olmayacaq. Liderlikdə isə güvən var. Əminəm ki, sən bunun öhdəsindən gələcəksən. Bəzən liderlik sadəcə qulaq asmaqdır. Yəni bir əməkdaş yorulub, enerjisi qalmayıb, özünü ifadə etmək istəyir. Müdir isə belə cavab verir. Şəxsi problemlərini işə gətirmə. Lider isə deyir, əgər danışmaq istəyirsənsə buradayım. Biz komandayıq. Sən yaxşı olmasan, iş də yaxşı getməz. Və bəlkə də həmin o 5 dəqiqəlik səmimi söhbət işçinin aylarla içində yığılan gərginliyini boşaldır, motivasiyasını bərpa edir. Müdir oturur, göstəriş verir. Lider isə ayağa qalxır, yanında durur. Müdir nəzarət edir, lider isə etibar edir. Bir müdir deyə bilər, işim nədir? Mən tapşırıq verirəm, qalanını işçilər özü bilsin. Bir lider isə deyər, əgər nəticəsi yoxdursa, bu mənim məsuliyyətimdir. Harada boşluq varsa, gəlin birlikdə aradan qaldıraq. Liderlik nəticəyə gedən yolda insanlığı qorumaqdır. Liderlik nəticəyə tək yox, birlikdə getməkdir. Və bəzən liderlik sənin üçün buradayım deməklə başlayır. Əgər siz rəhbər vəzifədəsinizsə, özünüzə sual verin. Mən göstəriş verirəm, yoxsa yol göstərirəm? Mən güvən yaradıram, yoxsa qorxu? Və əgər komanda üzvüsünüzsə, bilin ki, siz də lider ola bilərsiniz. Liderlik vəziyyəti olan münasibətdir. Komandada kimsə çətinlik yaşayıbsa və siz ona kömək təklif etmişsinizsə, bu artıq liderlikdir. Əgər bir problemi gizlətmək yerinə açıq müzakirə etmişsinizsə, bu da liderlikdir. Yəni müdirlik statusdur, liderlik isə davranışdır. Müdirlik kresloda oturanın adıdır. Liderlik insanların qəlbində yer alan roldur. İndi özünüzdən soruşun, hansını seçirsiniz? Müdir olub qorxu yaratmaq, yoxsa lider olub iz buraxmaq? Çünki günün sonunda insanlar müdirlərini yox, liderlərini xatırlayırlar və onların adlarını sevinclə çəkirlər. İzlədiyiniz üçün təşəkkürlər. Əgər videonu bəyəndinizsə, like edin, şərh yazın və abunə olun. Növbəti videoda görüşənədək.